bəzən elə kişilər olur ki, həqiqətən onları düzəltmək lazım olur. Çünki deformasiyadır da başdan ayağa. Və bizim yaralarımız hardandır? Ən yaxınlarımızdan, ən güvəndiklərimizdən çoxdan bağışladım. Sadəcə bilmirdim niyə bağışladım. Oradan mənim qulağıma bəzi sözlər gəlirdi. Xoşa gəlməyən sözlər gəlirdi. Bizim üçün ailə dəyərləri hər bir həvəsdən, hər bir işdən öncə gəlir. Alim Qasımovun qızı Fərqanə Qasımova olmalı idi. Və oldu. Bəli, oldu. Allaha çox şükür. Bugün də mənə o saf kimi, dəli kimi baxan insanlar. Amma Fərqanə Qasımovanın qadın lüğəti. Hər vaxtınız xeyir, dəyərli izləyicilər. APA TV-nin efirində qadın lüğətini izləyirsiniz. Hər gülün, hər çiçəyin öz ətri olduğu kimi, hər qadının da öz dili, öz kitabı, öz lüğəti var. Bugün xanəndə, Azərbaycanın əməkdar artisti Fərqanə xanım Qasımovanın qadın lüğətini vərəqləməyə çalışarıq. Xoş gəlmişsiniz Fərqanə xanım. Necəsiz? Xoş gördük Tahirə xanım. Siz necəsiz? Çox təşəkkür edirəm, çox sağ olun. Sizi burada görmək xoşdur və düşünürəm ki, bir qadın kimi, bir xanəndə kimi, bir tanınmış sima kimi Fərqanə Qasımovanın da öz kitabı, öz dili var. Və mənim üçün maraqlıdır. Fərqanə xanım Qasımovanın kitabının adı nədir? Əvvəla xoş gördük, çox təşəkkür edirəm. İncə məkan, incə zövqlü məkanda sizi kimi gözəl xanımla söhbət etmək bizim üçün də çox xoşdur. İndi mən kitabım olsa, kitabım düşünsəm adı nə olar ki, düşünməmişəm indiyə qədər. Səsində Azərbaycan var, deyərdim. Yəni mən muğam Azərbaycan deməkdir, həqiqətən. Muğam Azərbaycanın nəbzidir, nəfəsidir. Ona görə mən də səsimdə muğamdaşdığıma görə elə deyərdim, səsində Azərbaycan var. Bir qadının uğura gedən yolunda hardan başlamalıdır o nöqtə? Əlbəttə ki, uğura gedən qadının yollarında o asan bir yol olmur. Oradakı qadın var, o simvolun üzərinə o qədər məqamlar düşür ki, bir qadın hələ bir qadınlığını dərk edəndə o çox gənc yaşlarında olur. Sonra gənc yaşlarında hələ özünü tapmamış deyək ki, o yuvasını qurmaq düşüncəsinə düşür. Çünki bu onda instinktdir də, bəli, ailə qurma və evlad dünyaya gətirmə. Bu hamısı qadının missiyasıdır və qadın bir də bu təkanların içindən hələ özünə bir yol da tapırsa, yol axtarırsa, qadının gücündən xəbər verir. Ah, can qadın. Ay qadın. Can qadın, ay qadın. Bəs deyirlər ki, qadın təhlükəli varlıqdır. Bəzi deyimlərdə, bəzilərinin fikirlərinə görə, xüsusilə də karierist qadınlar, iddialı qadınlar təhlükəli ola bilir. Bu fikirlə necə razılaşırsınız? Əlbəttə ki, şahları, xanları, sultanları taxtdan düşürən qadınlar hər şeyə sahibdirlər, yəni hər gücə sahibdirlər. Mən heç kəsə təhlükəli olmağı arzulamaram, əsla. Qadın sevdiyi insanın yanında olanda heç bir zaman təhlükəli olmaz. Bəs onda sevgidən danışmışkən, Fərqanə Qasımova üçün onun kitabında sevginin yeri, rolu nədən ibarətdir? Bəşər sevgi üzərində qurulub və sevgi üzərində bütün mücadilələr, bütün rəqabətlər, bütün hərəkətlər sevgi üzərində başlayır. Fərqanə Qasımova sevgiyə inanan qadındır deyək. Mən inandım, inanmadım, bu sevgi var. Yəni inanmayanın günahı özündə olsun. Amma həm də sevgi ilə ailə quran xanım olmusunuz. Sevgiyə dəyər verib, o hisslərə güvənib o yola çıxmısınız. Ümumiyyətlə, mən elə bir ailədə göz açıb boyatmışam ki, bizim üçün ailə dəyərləri hər bir həvəsdən, hər bir işdən öncə gəlir. Sevgi insanı nə qədər ağrıda yandıra bilər? Nə qədər istəyirsən. Yandıra bilir. Orada sevgi varsa gedəcəksən. Demək olarmı ki, sevgi sizi həm də yetərincə incidib? Sevgi bizi böyüdür. Acılar, sevginin bizə verdiyi acılar. Çünki insan nə zaman incinir? İncinə biləcəyi yerdən, yara alacağı bir yerdən insan inciyir də. Yəni məni bir tanımadığım və yaxud heç saymadığım, heç sevmədiyim bir insan məni incidə bilərmi? Qətiyyən. Qətiyyən. Və bizim yaralarımız hardandır? Ən yaxınlarımızdan, ən güvəndiklərimizdən, ən özümüzə
bir fəda, canını fəda Fədakar bəli. insanlar inciyə bilir. Məntiqinizlə daha çox həmsöhbət ola bilirsiniz, yoxsa ruhunuzla? Bax, muğam oxuyanda biz məntiqimizlə oxuyuruq, ruhumuzla oxuyuruq. Mən sizin Heydər Əliyev adına sarayda olan konsertinizi izləmişəm. Oradakı Fərqanə Qasımovanın ruhu da başqa idi. Göstərdiyi ifası da. Ruhun baxır çıxışı hardadır. Orada ruhumun çıxışı artıq səhnədə idi. Öz izləyicilərinin qarşısındaydı. Ruhun frekansı başqa idi. İnsanın da ruhunun o vaxtları olur ki, artıq sakitəm. Artıq mənim üzərimdə gəmilər üzə bilər. Yəni səyahətə gedə bilərsiniz. Qorxmayın. Məndə fırtına yoxdur. Mən sizi aşırtmayacağam, sizi batırmayacağam. Və ruhun o məqamları çox gözəl bir hissdir. Fərqanə Qasımovanın fırtınalı vaxtlarında nə qədər acımasız və ya nə qədər incidə bilən nöqtələri ola bilər? Bizi incidənləri incitmək başqa, amma dayandığın yerdə kimsə incitmək o başqa. Məsələn, məni incidənlər məni sevib incidənlər olub. Həyat yoldaşınız da onların sırasında olub da? Həyat yoldaşım o başqa bir mövzu, çünki o mövzular dərin mövzulardır. O da istəməyərəkdən. Yəni yox, biri sizi var, qəlbinizdə sevə-sevə incidib. bəli, biri var ki, doğrudan da deyirəm, bax, pişikdir balasını sevdiyindən yeyər. Nadanlıqdan incidən insanlar var. Biri var sevdiyindən. Yəni məndə hər iki tərəf olub. O da olub, bu da olub. Bəli. Amma məni bugün istəməyən, incidən insanlar yenə də mənim məsələn yanımdadır. Amma nadanlıqdan incidən insanlar bugün çox şükür ki, mənim yanımda deyil, uzaqdadır. Susan qadın daha çox ağlayır deyirlər. Susan Fərqanə Qasımova ifası ilə dilə gəlsə nə oxuyardı? Mən susan qadın olmamışam. Həmişə danışmışam. İstədiyimə varmaq üçün hər zaman hayqırmışam, fəryad etmişəm. Amma o fəryadı çılğın eləməmisiniz içinizdə sakitsə. Yox, etmişəm. Belə sakit görməyəm. İstəm eləmisiniz. İstəm eləmişəm, fəryad etmişəm. Çünki o anda o lazım idi. Eşidilmək. Yəni ki, bilirsiniz, həyatımla mənim bir çırpışmam, əlbəyaxa olmaq, savaş. Qalib olmusunuz. Burada qalib uduzan söhbət tərəf olmur. Mən dərsimi aldım çox şükür. Mən həyat təcrübəmi öyrəndim, həyatı sevdim. Həyatda ayaq üstə durmağı bacardım. Bəs musiqi o məqamda nə qədər köməyinizə gəldi? Hansı musiqilərlə o savaşa qalxdınız? Səs sənin içində bir varlıqdır ki, biz səsimizlə insanlara enerji vermişik. Və o enerjini vermək və yenidən onu bərpa etmək, qaytarmaq, bərpa etmək bu Allahın yəni bir böyük lütfüdür. Bəlkə tamaşaçılarımıza da o ruhu bugün ötürə bilək bir canlı, sonra söhbətimizə yenə davam edək. Dost ilər mən görən dilbərizi dağdan gül üzünə zülfü müterra kimidir? Mən ki bir huş düşüb, mən ki bir hoş düşüb, görcə özümdən getdin. Siz ki hüşyardız ol, afəti dünya kimidir? Afəti dünya kimidir? Qəşəng səsi var. Bəyənirəm. Atasını da, özünü də bəyənirəm, çox bəyənirəm. Mənim sualım bu ola bilər ki, əgər Alim Qasımovun qızı olmasaydı, hansı sənətə qulluq eləyərdi, hansı
işdə iştirak edə bilər də belə. sahədə olar? Hansı sahədə olardı, bəli. Alim Qasımovun qızı Fərqanə Qasımova olmalı idi. Və oldu. Bəli, oldu. Allaha çox şükür. Və Alim Qasımov Fərqanə Qasımovanı yetişdirməli idi. Yetişdirdi, çox şükür. Böyük səhnələrə çıxdı. Tutaq ki, Allah can sağlığı versin. Alim mənim böyük ustadımızdır. Dünyasını Allah gecindən versin. Fərqanə xanım tək qalacaq. O da yenə sözünü deyəcək, bəlkə yenə də oxuyacaq, amma Alim Qasımovla bir yerdə bu cütlük, bu duet olmayacaq. Fərqan xanım, niyə mən Alim Qasımovla bağlı, atanızla bağlı suallara keçid eləyəndə əslində tərəddüd eləyirəm ki, verim, verməyim, amma qoy verim. Bəzilərin fikri ilə ki, mən o fikirlə razılaşan adamlardan deyiləm, Fərqanə xanım atasının kölgəsinə sığınıb. Fərqanə xanıma Allah istedad verib. Fərqanə xanım bayaq dediyiniz kimi İranda da dünyaya göz açsaydı, bu istedadı gec-tez tanınardı, görünərdi. Fransada da göz açsaydı, tanınardı, görünərdi. Bəlkə fərqli bir tərzdə, bəlkə fərqli bir obrazda, amma hər halda istedad heç vaxt. Ruha yazılan həyata gəlir, bəli. Bu qısqanmaqdan irəli gəlir. Yox, bu səhv görməkdən, yanlış görməkdən, yanlış baxışdan. Azərbaycanda belə bir ifalar olmayıb ki, biz onu duet şəklində oxuyaq. Bu bir muğamda qadın və kişi səsinin vəhdəti deməkdir. Alim Qasımovun qızı olmaq həm də məsuliyyət tələb eləyir. Nə qədər Alim Qasımovun qızı olmaq sizi çərçivəyə sala bilib? Fərqanə xanımın hər işi asanlıqdan keçmir. Hər işi çətinlikdən də keçmir. Yəni müəyyən orada tərəzi söhbəti var da. Çətinlik, sizə açılan asanlıq. qapılarda olsa, amma sizin məhdudiyyətləriniz də olub. Mən alimin qızıyam. Bəli, baba, eyni tərəzidir. Bax, çətinliklə asanlıq eyni tərəzdədir, ölçüdədir. İkisi də var. İkisi də mənim həyatımda mövcuddur. Bizim fərqli rubrikalarımızda özəl suallarımız var. Elə suallardan biri tamaşaçı sualı isə, digəri də bağışlamağı bacarır Fərqanə Qasımova. Mən əslində çoxdan bağışladım. Sadəcə bilmirdim niyə bağışladım. Sonra başa düşdüm ki, Allah istədiyi insanlara özü tez öyrədir, özü yol açır. Sən o insanı bağışlayandan sonra ona qarşı sənin heç bir fikrin, heç bir yönün, heç bir düşüncən, heç bir yəni fikrin də, məsuliyyətin də qalmır. Onun işi öz Allahı ilə qalır. Sən də burada rahat nəfəs alırsan. İnsan öz vicdanı ilə necə üz-üzə qalanda çətinmi olur? Tez-tezmi insan vicdanı ilə üz-üzə qalmalıdır? Oy. Vicdan insanı bir an belə tərk etməməlidir. Bir an. Nəinki üz-üzə qalmaq. Güvən insanda itəndə insanlığa münasibət də dəyişir deyirlər. Olub həyatınızdakı o güvəni tamamilə? Mənim güvənim insanlara heç vaxt 100% olmayıb. Heç vaxt olmayıb. Çünki mən insanların əqidəsini çox gözəl bilirəm. Tanıyırsınız? Tanıyıram, çox gözəl tanıyıram. Və mənim də kimsə məsələn nəsə deyibsə, mən onu eləmişəmsə, o demək deyil ki, mən ona aldanmışam. Mən ona sadəcə o yaxşılığı etmişəm. Fərqanə xanımın ruhuna səssiz, baxışla toxunub incidənlər oldumu? Bəlkə açıq mətndən sizə bir söz deyə bilmədilər. O cəsarətə sahib ola bilmədilər. O imkan, o fürsət. Hərdən insanlar, o çirkin niyyətli insanlar məqam axtarırlar da. O məqamı tuta bilmədilər, amma baxışı ilə incitdilər. Bilmirəm onu deyim, deməyim. Bəlkə etiraf eləyəsiniz. Yəni mən muğam müsabiqəsində orada juri oldum bir il. Münsiflər heyətindəydim. Orada mənim qulağıma bəzi sözlər gəlirdi. Xoşa gəlməyən sözlər gəlirdi. Bilirsiniz, mən orada çox fəaliyyət göstərdim də. Sevgi qazandım. Böyük auditor tərəfindən böyük təcrübə topladınız o nöqtədə. Bəli, böyük sevgilər gördüm. Danışıqdır, münasibətdir. Adi orada bildirdiyim münasibətin belə çox real olmalı, doğru olmalı, düzgün olmalıdır. Axı mən də Alim Qasımov məktəbi keçmiş bir xanəndə kimi fikir, rəylər deyəndə biz fərqli deyə bilərdim, deyirdim yəni. O insanların çox xoşuna gəlirdi. Və mənə bu barədə o qədər insanların xoşuna gəlirdi bəs. Hə, o qədər mənə geri dönüşlər orada. Və mənə bəzi orada irad tuturdular ki, burada oxuma, burada danışma, burada demə. Hə. Yəni gələn dəfə gördüm orada yoxam. Çox təəssüf edirəm. Təsirləndiniz? Yəni axı zəhmət də çəkmisiniz. Əlbəttə ki, təsirləndim. Amma insan
bəzi şeylərlə barışır da. Barışmaq asandır, yoxsa səsini qaldırıb haqsızlığa cavab vermək? Əslində barışmaq çətindir. Barışmaq çətindir çünki hər şeyin sonu barışmaqla bitir. Nə qədər səs-küy etsən, axırı barışmaq olacaq. Hər adam yəni barışmağı bacarmır. Yox. Böyüməsən, imtahanların yenə davam edəcək ta ki sən böyüyənə qədər. Bəzi qadınların yaşanmamış qadınlıqları olur. Fərqanə xanımın yaşanmamış qadınlığı varmı? Düşünürəm ki, Fəridə xanım, tam səmimi etiraf edirəm ki, mənim nigaran qaldığım bir nöqtəm yoxdur. Nigaran qaldığım bir bucaq nöqtəm yoxdur. Əslində onda qadın kimi müəyyən o nöqtələr ki var, bir qadını qadın kimi xoşbəxt eləyir, o nöqtəyə çata bilmisiniz? Ailəm üçün, ocağım üçün çox mücadilə edən bir xanım olmuşam, dəhşət dərəcədə. Yəni hər kəs mənə baxırdı ki, bu dəlidir də, yəni bunu insan eləməz, bunu qadın eləməz deyə. Hətta bu gün də mənə o saf kimi, dəli kimi baxan insanlar, amma onlar heç vaxt mənim içimdəki eşqi, enerjini, o sevgini, o missiyanı anlamadılar. Anlasaydılar o cür mənə yanaşmazdılar. Əslində qadın nə istəyir sualını hamı ünvanlayır. Fərqanə Qasımova üçün o sualın cavabında nə dayanır, nə durur? Qadın nə istəyir? Qadın bir bağçadır ki, o qədər onun bağçasında rənglər var ki, hər rəng. Amma kişinin rəngində iki rəng var, ağ və qara rəng. Ya da ən yaxşı halda boz rəng. Hə, boz rəng. Ona görə qadının rənglərini görə bilmir axı. Bilmir qadının bağçasında nə rənglər. O hər şeyə ağ-qara kimi, boz-qara kimi baxırsa, qadın da deyir ki, sən məndəki rəngləri gör. Sən məndəki al çiçəkləri gör. Baharı gör, yazı gör. Qışı Bugün gör. qışamsa, qışımı gör. Payızamsa, payızımı gör. Baharımı gör, yazımı gör. Əlbəttə sevgidə böyük səbir lazımdır. Hansı kişi sərf eləyər ki, səbirli olsun. Bugün xanımı başına bir sığal çəkib, həyatım nəsə bugün bir keyfin yoxdur. Bəlkə mənim sənə bir edəcək bir köməyim var. Qadının bütün dünyası orada tamamlanır. Amma kişi bunu o qədər çətinləşdirir ki, onlar elə bilir qadın çox şey istəyir, amma qadın əslində bir toxunuş, bir sığal, sözdə bir ahəng, halda bir nə bilim bir gözəllik istəyir ki, o da dünyanın ən asan bir şeyidir. Zaten kişilər hər şeyin asanlığını axtarır, qapını çırpıb getsin və yaxud acı bir söz deyib getsin, o qadının həyatını orada bir bozarsın, sonra gəldiyində də evdə o huzuru tapmasın. Buna əlbəttə səbir lazımdır. Buna eşq lazımdır, buna vaxt lazımdır, zaman lazımdır ki, sağlamlıq lazımdır, yox, səbir o lazımdır. kişinin səbri lazımdır ki, o xanımını sən bir evdən çıxanda ona bir eşq ver ki, gələndə də o qapını sənə bir işıq açsın da. Bəs qadını nə yora bilir, nə bitirə bilir? Əslində qadınlar gec yorulur. Qadını yoran bir şey var ki, istədiyini düzəldə bilməyəndə artıq görür ki, əlindən qadın 20 il, 25 il çalışır da o yuvası üçün. Yəni onu düzəltməyə çalışır, düzəltmək. Bəzən elə kişilər olur ki, həqiqətən onları düzəltmək lazım olur. Çünki deformasiyadır da başdan ayağa. Və bu çətinlik düşür qadının üzərinə. Bir ana evladını deformasyon vəziyyətdə verir o xanıma ki, alın xoşbəxt olun ta ki, qadın da baxır ki, yox, bu onun gördüyü bir insan deyil, bu tamam bir səhv bir insandır. Və başlayır onu düzəltməyə, mücadilə etməyə. Burada söhbət bir tərəfli qadından gedir. Əgər elə ailə var ki, doğrudan da qardaşım olsun, gözəl insan olur, heç o qadın heç onu düzəltməyə də ehtiyacı olmur, ömrü boyu xoşbəxt yaşayırlar. O söhbət indi ondan getmir. Bizdə bu qadının üzərinə düşən yükdən söhbət gedir. Qadın istəmir ailəsi dağılsın və başlayır o mücadilə eləmək, düzəltsin, mənim evladlarım, atası, arzuladığım insan. Və sonunda görür ki, artıq heç bir şeyin köməyi yoxdur. Can getdi, ruh getdi, bədən getdi. Və qadın sonunda bir dənə qərar verir ki, artıq bitdi. Əslində son nöqtəni qadınlar qoyur. Əlbəttə ki. Kişilər sevməsə belə heç vaxt istəməz ki, onların alanları pozulsun. Yəni qadınlar silib bitirə bilir. Bitirir və sıfırdan başlayır.
sonda son sualım Fərqanə Qasımovanın qadın lüğəti nədən Fərqanə ibarətdir? Qasımovanın qadın lüğəti incəliklə ucalığın vəhdəti. Nə gözəl deyim oldu. Təşəkkür edirəm Fərqanə xanım. Ümid Mən də edirəm sizə ki, təşəkkür yormadıq edirəm. sizi. Buradan bizi izləyən tamaşaçıların da fikirləri bizim üçün maraqlı olacaq. Yorumlarınızı, fikirlərinizi mütləq bildirərsiniz. Nə qədər sizə xoş dəqiqələr yaşada bildik bilmirəm, amma ən azından gözəl bir Azərbaycan xanımının, istedadlı bir Azərbaycan sənətkarının, Fərqanə Qasımovanın sizlə bir yerdə kitabını vərəqləməyə çalışdıq. Gələn həftə hansı məşhurla bir yerdə onun kitabını oxumağa çalışarıq bilmirəm, amma diqqətiniz, gözünüz APA-da olsun. Gələn həftə görüşənə qədər. Çox sağ olun Fərqanə xanım. Təşəkkür edirəm Tahirə xanım. Bir qadının xatirələrini, kitabını burada vərəqləmək şəxsən mənə də çox maraqlı olardı ki, kimdir? Hər kəs doğrudan da marağında olan bir qadınlar var. Mənim də marağımda olan bəzi xanımlar var. Bu çox maraqlı olar izləyicilərə. İncəliyin, oxuyun, baxın, amma ürəyinizdən gələn ən xoş sözləri bizimlə bölüşün.